Bugün ölkənin yerli kapital bazarında media ilə açıq və şəffaf kommunikasiya ənənəsini formalaşdıran Paşa Kapital İnvestisiya şirkətinin növbəti mətbuat konfransı keçirilib. 2025-ci ilin maliyyə nəticələri və yeni strateji inkişaf mərhələsinə keçid mövzusuna həsr olunan konfrans media nümayəndələrinin aktiv iştirakı ilə baş tutub. Mətbuat konfransında şirkətin baş icraçı direktoru İsi Mustafayev, baş icraçı direktor müavini Elnur Fətullayev, marketinq direktoru Gülşən Cumayev iştirak edərək hesabat dövrünün mühüm göstəriciləri, həmçinin şirkətin fəaliyyəti ilə bağlı son yeniliklərə dair məlumatı media nümayəndələrinə təqdim ediblər. Belə ki, Bakı Fond birjasında qeydə alınan ümumi 105,7 milyard manatlıq ticarət dövriyyəsinin 44,7 milyard manatı birbaşa Paşa Kapitalın payına düşüb. Şirkət illik dövriyyəsini 67% artıraraq ümumi bazarda 42,3%lik pay əldə edib. Növbəti illərdə əsas hədəflərimiz bazarın inkişafı ilə yanaşı bazarlara yeni alətlərin gətirilməsi, bazarda müştərilər üçün rəqəmsal həllərin və rəqəmsal alətlərin tətbiq edilməsindən ibarət olacaq. Qeyd edək ki, mətbuat konfransında Paşa Kapitalının yenilənmiş səhmdar və idarəetmə strukturu və yeni rəhbər heyəti ictimaiyyətə təqdim edilib. Həmçinin 2027-2029-cu illəri əhatə edən strateji inkişaf planının əsas istiqamətlərinə dair məlumat verilib. Şirkətin xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün 1548 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına da daxil ola bilərsiniz.